Deyir, mən atla ki gedirdim, at dayandı. Gördüm, at dayandı. Təəccüb elədi, yazırlar. Həzrət baxdı Zülcənaha ki, niyə getmirsən? Zülcənah bir ağaya baxdı, bir də yerə baxdı. Ki, ağa yerə bax, gör keçə bilərəm. Deyir, baxanda gördüm, o balaca qız düşüb atın ayaqlarına. Deyir, düşdü atdan. Qızım, nə üçün gəlibsən? Dedi, ata, əvvəl sözü budur. Ruddəna ilə hərəmi cəddina. Bizi əgər mümkün olsa, Mədiniyə qaytar bizi. Dedim, qızım, o day olmaz. Day o keçdi. Dedi ki, onda icazə ver, mən gedim bunlarla danışım. Şimrlə danışım. Ver icazə şimrə gedim deyim, ürək üzdəki nəni öldürün, nə yanın şərarəyə duzəxə, nə vəliyyə zülməni öldürün. Ata, səni görsədim, qoşuna deyim, bunu boşlayın, məni öldürün. Ya Hüseyin, icazə ver, danışım bunlarla, bəlkə səni öldürməyələr. Dedi, qızım, dəva fəqət bu çöldə mənim başım üstədir. Dedi, ata, onda çoxdandı mənə qucağında lay lay deməyibsən, məni al qucağıya, aldı qucağına, yorğun balam lay lay. Balaca qız ağanın əlləri üstündə yatmışdı, gözlərini açdı. Dedi, ata, daymane olmaram. Qızım, niyə? Dedi, anam Zəhrani xuda gördüm. Dedi, balamın yolun kəsmə, qoy balam gəlsin. Ya Hüseyin, İlahi, səni and veririk Hüseynin xeymədən ayrılan zamanına. Pərverdigara, Pərverdigara, həmun Hüseyin həmun qızla xərabədə də görüşdü, Şamidə. Deyirlər, xanım Zeynəb xəbər verməmişdi. Bu ağlayırdı ki, atam hardadır, xanım Zeynəb deyirdi, səfərə gedir. Heç zat demir, səfərə gedir. Yazırlar, xərabədə bu qız yatmışdı, yuxuda Hüseyni gördü atası. Yuxudan durandan sonra gəldi bibisi Zeynəbə, dedi, mən atamı istirəm. Nə xədə elədilər, sakit olmadı. Xanım Zeynəb xəbər göndərdi Yəzidə. Yəzid, bu qız sakit olmur. Yəzid dedi, yaralı başı qoyun, bir xonçanın içinə göndərin xərabiyə. Gecə yarısı bu qız sakit olmur, yaralı başı gətirdilər xərabiyə. Deyir, mən elə bildim ki, bəlkə taam gətiriblər. Dedim, bibi, mən səndən taam istəmirdim. Amma elə ki, üstündən örtüyü götürdülər, gördü atasının yaralı başıdır. Aldı qucağına. O balaca əlləri ilə alıb Hüseyni, yaralı başın
Dedi gəldim baba. Dedi gəldim baba, tez durdu yerindən ayağa. İstədi ərzi ədəb eyləyəm məzlum qonağa. Gücü çatmadı rüqəyyə, başı alsın qucağa. Neynədir? İki ziba gözün aludə edib göz yaşına, yerə qoydu yaralı başı, dolandı başına. Ya Hüseyin